Bu gündən elektron siqaretlərə qoyulan qadağa qüvvəyə minir. Dəyişikliyə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılması inzibati xəta hesab olunur. Belə ki, fiziki şəxslər 350-dən 500-ədək, vəzifəli şəxslər 1600-dən 2200-ədək, hüquqi şəxslər 4000-dən 5000 manatadək cərimə ediləcəklər. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirirdi. Müşahidələr göstərir ki, elektron siqaret və tütün qızdırıcılarından aktiv istifadə edənlər xüsusən yeniyetmə və gənclərdir. Bu da onlarda xərçəng xəstəliyi riskini yaradır. Elektron siqaretlərin tərkibində olan kimyəvi maddələrin miqdarı həddindən artıq çoxdur. Bu da insan sağlamlığına az və ya çox dərəcədə təsir göstərə bilər. Xüsusən də ağız boşluğunda, hətta ağız boşluq orqanlarının xərçənginə, tənəffüs sistemi xəstəliklərinə, tənəffüs sistemində ağciyərin, qırtlağın xərçənginə gətirib çıxarda bilər. Ürək qan-damar sisteminə olduqca ciddi mənfi təsir göstərir. Hətta aparılmış bəzi elmi araşdırmalar elektron siqaretlərinin kişi və qadın sonsuzluğuna gətirib çıxarda biləcəyini göstərir. Aparılan araşdırmalar göstərir ki, elektron siqaretlər asıllıq yaradır. Bunun əsas səbəbi tərkibində olan nikotindir. Nikotin beyində dopamin ifrazını artırır və bu da insanda müvəqqəti rahatlıq və həss hissi yaradır. Zaman keçdikcə orqanizm bu hissə alışır və daha çox nikotin tələb edir. Nəticədə tez-tez istifadə ehtiyacı yaranır. İstifadə edilmədikdə əsəbilik, narahatlıq müşahidə olunur. Tədricən psixoloji və fiziki asıllıq formalaşır. Bundan başqa elektron siqaretlərin içində nikotin çox olduğuna görə və bu daha ciddi bir asıllıq yaradır digər siqaretlərdən fərqli olaraq. Eyni zamanda elektron siqaretlərin tərkibində ağır metallar dediyimiz metallar tapılır. Bu da ki, zaman içərisində bəzi orqanlarda yığılaraq xəstəliklər törədir. Bunlardan ən çox görüləncə Alzheimer xəstəliyidir. Bunun qadağan edilməsi səhiyyəmiz üçün çox gözəl bir addımdır. Bir sözlə, elektron siqaretlərin dumansız olması onların zərərsiz olduğu anlamına gəlmir. Mütəxəssislərin fikrincə, ölkədə elektron siqaretlərin qadağan edilməsi vaxtında və yerində atılan addımdır.